Hər vaxtınız xeyir olsun, dəyərli dostlar. Mən MHM Tədris Mərkəzindən Azərbaycan dili və ədəbiyyat müəllimi Əsmər Novruzova. Deməli, bu gün sizin üçün bəzi seçmə testlər gətirmişəm, onların izahına baxacağıq. Demək, getdik. Bizdən nə istəyir? Deyir ki, hansı cümlələrdə mübtəda çıxarılsa, ismin təsirli halında olan söz adlıq halda düşünülə bilir. Öncə bir dənə sualın şərtini həzm eləyək. Nə istəyir bizdən? Əvvəlcə mübtədanı tapmalıyıq. Hər gün axşam Aydın qəfildən yolun o biri başında gözdən itirdi. Təbii ki, birinci cümlənin təhlilində xəbəri çıxarmalıyım. Baxaq, gözdən itirdi. Kim? Kim gözdən itirdi? Aydın. İndi mənə həm mübtədanı tapmalıyam. Eyni zamanda baxmalıyam ki, təsirli halda olan sözün adlıq halda da düşünülə bilsin. Baxaq görə bu cümlə təsirli halda olduğun söz varmı? Bax. Aydın gözdən itirdi. Nə vaxt gözdən itirdi? Axşam gözdən itirdi. Nə vaxt? Hər gün. Bunlar həmciz zərfliklər. Nə tərzdə? Qəfildən. Harada? Yolun o biri başında. Düzdür? Bu da mənim yer zərfliyim. Burada ümumiyyətlə təsirli halda olan söz yoxdur. Deməli, bir variantı mənə lazım olan variant deyil. Avtomatik iki variantı ixtisar edirik gedir. Polis yolun o biri tərəfinə xeyli uşaq keçirdi. Bax, keçirdi. Kim? İşi kim gördü? Prosesi kim icra elədi? Polis. Polis kimi keçirdi? Uşağı keçirdi. Bu mənim tamamlığım. Düzdür? Tamamlığım var, təsirli hallı sözlə ifadə olunub. Mübtədanı da tapdım, təsirli halda tapdım. Gəl buradan mübtədanı çıxardaq. Elə bil heç mübtəda yoxdur. Yolun o biri tərəfinə xeyli uşaq keçirdi. Aradakı fərqi görürsən? Artıq burada keçmə prosesini polis yox, uşaq icra eləmiş oldu. Yəni xəbərdəki işi uşaq gördü. Uşaq avtomatik cümlədə mübtəda oldu mu? Mübtəda da ismin adlıq halında olmalıdır. Düzdür? Deməli, ikinci variantı götürə bilərəm. Sonra yazıları səliqə ilə yeni vərəqə köçürdü. Kim? Kim köçürdü? Prosesi icra edən kimdir? Yoxdur cümlədə. Yəni o köçürmüş olmalıydı, düzdürmü? Və yaxud da kimsə. Cümlədə verilməyib. Verilmədiyinə görə mənə mübtəda lazımdır axı. Mən o mübtədanı oradan çıxarım. Mübtəda onsuz orada yoxdur. Mən onu necə çıxara bilərəm, düzdür? Sonra ana sobanın üstündə indi xörək bişirdi. Bax, bişirdi. Kim? Ana. Nəyi bişirdi? Xörəyi bişirdi. Düzdür? Qeyri-müəyyən təsirli halda olan tamamlıq. Xəbərin yanında mübtədan var, tamamlığın var, təsirli halda olan. Mənə nə deyir? Mübtədanı çıxartmalıyam. Birinci işim. Mübtədanı çıxartdım. Sobanın üstündə indi xörək bişirdi. Bayaq bişirdi prosesini icra edən ana idi. İndi isə xörək özü bişir. Aydındır nə demək istəyirəm burada? Artıq xörək burada mübtəda vəzifəsini yerinə yetirəcək. Nə bişirdi? Xörək bişirdi. Nə vaxt bişirdi? İndi bişirdi. Harada bişirdi? Sobanın üstündə bişirdi. Alim kişi, 4-ə götürəcəm. Alim kişi dənizin sahilində balıq tuturdu. Bax, tuturdu. Kim tuturdu? Alim kişi. Düzdür? Nəyi tuturdu? Balığı tuturdu. Tamamlıq var. Təsirli hallı söz var. Qeyri-müəyyən təsirli hal. Mübtəda var. Gəl mübtədanı buradan çıxaraq. Sanki yoxdur. Dənizin sahilində balıq tuturdu. Hə, bax görsən mübtədanı buradan çıxarsan belə, yenə də balıq tamamlıq olaraq qalır. Çünki bu tutma prosesini balıq özü icra edə bilməz axı. Düzdür? Çünki baxın, bayaqlar dəyişdi ya bunları. Məsələn, bişirdi prosesini xörək özü icra eləyirdi. Sonra keçirdi prosesini uşaq özü icra eləyirdi. Bir növ xəbərdəki iş mübtədanın üzərinə köçürülmüşdü. Mübtədanı tapmışdıq orada. Burada isə balıq tutma prosesini icra eləyə bilməz. Niyə? Təsirli halda olduğu kimi qalır və cümlənin tamamlığı kimi qalır. Artıq mübtədaya çevrilmir. Ona görə sadəcə cavabım 2 və 4 olacaq.